Ya Allah, Bismillah. Salam müəllimlər, hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördük. Bildiyiniz kimi artıq mobil tətbiqimiz üzərindən biz həm müəllimlərin işə qəbulu, həm sertifikasiyası imtahana dəstək məqsədi ilə sınaqlar hazırlayıb sizlərə təqdim edirik. Bu sınaqlar ümumidir, yəni ictimaidir, hər kəs işləyə bilər. Artıq fiziki tərbiyə müəllimləri üçün 60 suallıq ümumi sınaq təqdim olunub. Demək olar ki, müəllimlərin əksəriyyəti işləyib. Və bir neçə gün əvvəl ibtidai sinif müəllimləri üçün 60 suallıq ümumi sınaq mobil tətbiqə əlavə olundu və müəllimlər həmin sualların izahları ilə maraqlanırdı. Azərbaycan dili üzrə sualların izahı bizim kanalımıza yerləşdirilib. İndi metodika üzrə sualların izahlarını təqdim edirəm sizlərə və digər izahlar da inşallah yaxın zamanda sizlərə təqdim olunacaq. Və qeyd edim ki, ümumi sınaqlarda təbii ki, ixtisaslar və metodika olur, yəni hər birisi olur. Məsələn, fiziki tərbiyədə fiziki tərbiyə fənni ilə bağlı suallar, bir də metodika sualları yer alır. İbtidai sinif müəllimləri üçün riyaziyyat sualları, Azərbaycan dili sualları və metodika ilə bağlı suallar yer alır. Bu şəkildə inşallah biz çalışacağıq ki, davam edək və sizlərə dəstək göstərməyə çalışaq. Sizlərdən də sadəcə bir xahişim vardır ki, maksimum şəkildə dəstək olaq, yəni videonu bəyənək, paylaşaq zəhmət olmasa, dəyərli, xoş rəylərimizi yazmağı unutmayaq. Mobil tətbiqin yükləmə linkini isə bu videonun rəy bölümündə qeyd edəcəm. Yəni o linklərdən istifadə edərək siz mobil tətbiqi yükləyə bilərsiniz. Həm iOS sistemləri üçün uyğundur, yəni iPhone işlədən müəllimlər də yükləyə bilər, həm də Android sistemlər üçün uyğundur. Yəni bütün cihazlara uyğundur bir sözlə. Ondan da əlavə çox uzun danışmayıb qısa bir məlumat verəcəm. Bilirsiniz, mən heç vaxt bu məlumat ətrafında çox danışmıram. Bizim fevral ayında inşallah, yəni bir neçə gün sonra sertifikasiya üzrə hazırlıq qrupumuz fəaliyyətə başlayacaq. Ondan da bir neçə gün sonra MİQ üzrə qruplarımız fəaliyyətə başlayacaq və ətraflı məlumatları almaq üçün bizim ekranda görülən 070 855 53 73 nömrəsinə WhatsApp üzərindən yazaraq məlumat əldə edə bilərsiniz. Məlumat zamanı sizə ətraflı prosesin, gedişatın necə olması ilə bağlı məlumatlar veriləcək. Ödənişdə isə həftədə 4 dəfə canlı dərs keçiriləcək. Proqramı rahatlıqla bitirəcək inşallah. Əvvəlcə dediyim o cəhətdən narahat olmayın. Yəni hər birisini mən sistemləşdirirəm. Proqramı bitirəcək. Üstəgəl öz xüsusi PDF materiallarımı sizlərə verəcəm. Açar məqamlar konspektləşdirilmiş hazır şəkildə. Onunla yanaşı mövzu ilə bağlı sınaqlar, bizim hər mövzuya sınaqlarımız olur, onların izahları olur. Ödənişdə isə həftədə 4 dəfə canlı dərsə elə bir ödəniş təyin etmişəm ki, o ödəniş minimaldır. Tam minimal bir ödənişdir. Yazıb ətraflı məlumatlar əldə edə bilərsiniz. Onu da demirəm ki, sürpriz olsun sizlərə. Yaxşı, gəlin indi başlayaq. Reklamlarımız da bitdi. Ümumi sınaq. Birinci sualdan başlayırıq. Birinci sualda deyir. Biraz da kiçildə bilərik, amma ehtiyac yoxdur. Gəlin şərti oxuyaq, sonra variantlara baxaq. Müəllim dərs zamanı tapşırıqları yerinə yetirmək istəməyən şagirdə əsəbləşir və sərt şəkildə bu gün tapşırıqları işləməmiş evə getməyəcəksən deyir. Müəllimin davranışı haqqında aşağıdakı verilənlərdən doğru olanları müəyyənləşdirin. Müəllimin davranışı haqqında doğru olanları tapırıq ha biz. Müəllimin davranışı haqqında. Müəllim doğrumu davranış edib? Xeyr, sərt şəkildə işləməmiş evə getməyəcəksən deyir. Biz də bilirik bu sərt yanaşma reaktiv yanaşmadır. Yəni doğru yanaşma deyil, avtoritar yanaşmadır. İndi baxırıq, doğru olanlar. Bir də deyir ki, qəzəb hissinin lazımi anda, lazımi miqdarda göstərilməsi insanlar arasında ünsiyyətin tənzimlənməsinə kömək edən faktor kimi çıxış edə bilər. Bu özü-özlüyündə doğru fikirdir. Bilirsiniz, Daniel Goleman nəzəriyyəsindəndir. Amma müəllimin davranışı ilə bağlı, bununla bağlıdırmı? Xeyr. Bəzən müəllimlər deyir, müəllim axı bu doğrudur. Bu bəli, özü-özlüyündə, yəni ayrıca götürsək bir fikir olaraq doğrudur. Amma bizə deyir, müəllimin davranışı ilə bağlı doğru olanları götürün. Ona görə biri götürə bilmirik. Yəni müəllim burada sərt şəkildə reaksiya verir, əsəbləşir, biz biri doğru götürmürük. Müəllimin məqsədi şagirddə məsuliyyət yaratmaq, nizam-nizam bacağını formalaşdırmaqdır. Burada belə bir məqsəd görmürük. Yəni əsəbləşib sərt reaksiya verməklə, reaktiv yanaşmaqla nizam-nizam formalaşdırılmır. Çıxdı bu da. Müəllim şagirdə obyekt kimi yanaşır və belə bir reaksiya ilə reaktiv müəllim olduğunu göstərir, razıyıq ki, bu demokratik üslubda yoxdur, bilirsiniz. Sərt şəkildə reaksiya, əsəbləşək şagirdin üzərinə gedək, müəllimin davranışı ilə bağlı. Üç doğrudur.
4-də deyir, əgər şagird ekstravertdirsə, müəllimin bu rəftarı onda müəllimə qarşı antipatiya hissi formalaşdıracaq. Razıyıq. Ekstravert şagirdlər kənar təsirlərə çox diqqət ayırır. Və bu müəllim faktoru da burada önəmlidir. Müəllimin belə bir yanaşması həmin şagirdin müəllimə qarşı artıq necə deyərlər, antipatiya duymasına gətirib çıxaracaq. Yəni 3 və 4 doğrudur. 5-ciyə də baxaq. Müəllimin bu davranışı müəllim-şagird münasibətlərinin pozitiv qurulmasına mənfi təsir edə bilər. Tamamilə razıyıq. Yəni 3 də doğrudur, reaktivdir müəllim. 4 də doğrudur ki, şagird əgər ekstravertdirsə antipatiya formalaşacaq. Bundan biz razıyıq. Yəni bu müəllimin davranışı ilə bağlı artıq götürülə bilər. Bir də 5-i götürürük. Müəllimin bu davranışı pozitiv mühiti poza bilər. Bəli. 3, 4, 5. Cavab D variantı. Belə suallarda çox diqqətli olaq. Gəlin ikinci suala baxaq. Burada biraz böyüdək. 32865 ədədinin yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda neçə faiz artdığını müəyyən edin. Tapşırıq təfəkkürün və biliyin hansı növünün inkişafına yönəlmişdir. Baxın, bu tip suallar artıq bilirsiniz çox olur. Əvvəl üçlü suallar çox olardısa, yəni bilik təfəkkür taksonomiya, artıq son 2 ildir ki, müşahidə edirik. Əsasən ikili suallar düşür. Yəni təfəkkür taksonomiya, bilik taksonomiya, təfəkkür bilik bu tipli suallar olur. İndi baxaq. Biz görürük ki, burada riyazi əməliyyatlar var. Neçə faiz artacaq, neçə faiz azalacaq və s. hesablama. Riyazi əməliyyatlar, bu tipli hesablamalar məntiqi təfəkkür götürülür. O baxımdan B, D, E bərbaşdan çıxdı. Məntiqi təfəkkürdür bu. Sonra bu konseptual bilikdirmi, yoxsa prosedural? Təbii ki, burada konseptual götürmürük biz. Çünki neçə faiz artdığını müəyyən etmək üçün biz riyazi əməllərdən istifadə edirik. Yəni yenə bir alqoritm quracağıq, bir hesablama aparacağıq ki, bu hesablama da prosedural biliyə aiddir. Yəni məntiqi təfəkkür, prosedural bilik. Keçək növbəti suala. Aşağı təfəkkür səviyyəsi oldu da, dediyim kimi riyazi əməliyyatlar var, məntiqi təfəkkür və prosedural, çünki hesablama var idi. Növbəti sual. Verilənlərdən biri konstruktiv rəy deyil. Böyüdü, yəni E variantında aşağı çəkib göstərəcəyəm, narahat olmayın. Biri konstruktiv deyil. Əhsən, cavablarını akademik cəhətdən yaxşı əsaslandırırsan. Lakin həyatdan nümunə gətirməkdə çətinlik çəkirsən. Çalış ki, oxuduğun informasiyanı həyatla əlaqələndirəsən. Onda daha yaxşı nəticələr əldə edə bilərsən. Tam razıyıq. Konstruktiv rəy nədir? Gəlin buna bir toxunum. İki rəy forması var. Destruktiv rəy var, konstruktiv rəy var. Konstruktiv rəy şagirdi inkişafa aparan, doğru, düzgün verilmiş rəydir. Effektiv rəydir. Burada baxın, müəllim inkişafına yönəlib şagirdin. Çalış ki, oxuduğun informasiyanı həyatla əlaqələndirəsən, onda daha yaxşı nəticələr əldə edəcəksən. Yəni müəllim şagirdin inkişafına yönəlib. Ona dəstək olur, ona istiqamət verir. Doğrudurmu? Bəli, doğrudur. B variantı. Afərin. Suala ən doğru cavabı sən verdin. Verdiyin cavabı ətraflı və anlaşılır idi. Sinif yoldaşların üçün də faydalı oldu. Gələcəkdə də məsələlərə bu şəkildə yanaş. İlk baxışda bu bizə doğru gələ bilər. Amma biz burada bir yanlış görürük. Müəllimin etdiyi bu yanlış nədir? Suala ən doğru cavabı sən verdin. Və bu şagirddə yersiz bir ego formalaşdırır. Mən anlayışı formalaşdırır. Hə, müəllim məni dedi. Mənəm. Məndən başqası yalandır. Və bu mən artıq şagirdə bu ego yönümlü rəydə də yersiz ego yaradır şagirddə. Mən anlayışı formalaşdırır ki, gərək yoxdur buna. Yəni müəllim şagirdə deyirsə ki, ən doğru cavabı sən verdin bu gün və ya ən fəal sən idin bu gün. Bu doğru deyil. Yəni belə bir ayırmaq, belə bir müqayisə yaxşı deyil. Ona görə konstruktiv olmayan B variantı oldu. C-də deyir ki, komanda işində əməkdaşlığın yaxşıdır. Yoldaşlarını sona qədər dinləyirsən, lazım gələndə kömək edirsən. Biraz səs tonunu idarə etməyə, öyrənməyə ehtiyac var. Bəzən çox uzadan danışırsan, buna diqqət elə. Nə yaxşı. Müəllim şagirdin müsbət tərəflərindən danışır. Sonra ona dəstək, istiqamət verir. Deyir, biraz səs tonunu idarə etməyi öyrən. Buna diqqət elə. Yenə istiqamət varmı? Bəli. Müəllim burada fərqli və ya destruktiv heç nə deməyib. Hamısı düzgündür. Sonra cavab B variantı oldu ha müəllimlər. Gəlin sadəcə elə belə digərlərinə də baxaq.
Qeyd edir, Səfəvilər dövləti haqqında ətraflı məlumat verdin, lakin hadisənin ardıcıllığını bəzən pozurdun. Nitqini təşkil edərkən xronologiyaya və səbəb-nəticə əlaqələrinə diqqət yetir. Yenə burada biz gələcəyə yönəldik. Yenə istiqamət verdik. Bu da yanlış deyil. Çünki müəllim müsbətindən danışıb şagirdin, inkişafa ehtiyacı olan tərəfin vurğulayıb, istiqamət verib. Nə olmalıdır başqa? Doğrudur. Afərin. Hərfləri düzgün yazırsan. Biraz maye xətləri çəkməkdə çətinlik çəkirsən. Bunun üzərində işlə və çoxlu məşq elə. Yenə müəllim konstruktiv bir rəy verib. Konstruktiv rəy budur. Şagirdin müsbət tərəflərini vurğulamaq, inkişafa ehtiyacı olan tərəflərini vurğulamaq və ona istiqamət vermək, yol göstərmək. Belə. Konstruktiv olmayan isə B variantı idi. Bizdən də onu soruşurdu. Dördüncü sual. Sinifin idarə edilməsi üçün lazım olan strategiyalarla bağlı uyğunluğu müəyyən edin. Uyğunluq deyir ha. Yəni doğru üstündə doğru yazılan, yanlışda isə yanlış yazılanı tapmalıyıq. Yazılı şəkildə ortaq dəyərlərin yaradılması. Şagirdlərin məsuliyyət daşıdığı məqamlar və bu məqamlarda bir-birinə necə davranmalı olduqları qeyd olunur. Tamamilə doğrudur. Bu həll etmə yollarındandır. Sinifin idarə edilməsində problem həll etmə yollarıdır. Bəli, yəni razıyıq bundan. Ümumiyyətlə, sinif idarə edilməsində problem həll etmə məsələsi önəmli məsələdir və problem həll etmək üçün xüsusilə yollar var ki, göstərilir. O yollardan biri elə yazılı şəkildə ortaq dəyərlərin yaradılmasıdır. Burada xüsusi müəllim strategiyaları var. Burada sinif iclasları var ki, hər birisinin sinifin idarə edilməsində mühüm yeri var. Ona görə birlə razıyıq. Bəzən yazılılar şifahi şəkildə ortaq dəyərlər yaratmaq. Bu ifadə yanlışdır. Yəni şifahi şəkildə ifadəsi yanlışdır. Şagirdlərin davranışlarını digər yoldaşlarının gözü qarşısında müzakirə etmək tərbiyəvi xarakter daşıyır. Tamamilə yanlışdır. Biz buna ictimai qınaq deyirik və bu tərbiyəvi hal daşımır. Yəni digər şagirdlərin gözü qarşısında niyə müzakirə edək? Fərdi danışmaq ən gözəl yoldur. Yanlışdır, ikinci götürülür. Sonra gəlirik 3-ə. Yanlış üstündə yanlış tapmalıyıq. Yanlış davranışın nə ilə nəticələnəcəyini şagirdlərə əvvəlcədən başa salmaq daha səmərəli nəticə verir. Bəli, razıyıq. Yəni biz gözləməməliyik ki, uşaq yanlış davranışı etsin, sonra deyək ki, bax sən bunu nə üçün etdin, niyə belə etdin? Gərək yoxdur. Əvvəlcədən başa sal ki, sən bu davranışı etsən nələr gözləyirsən. Ona görə doğrudur, bununla işimiz yoxdur. Davranış pozuntusu yaşanan zaman müəllimin atacağı ilk addım qayda tərtib etmək olmalıdır. Təbii ki, bu yanlışdır. Davranış pozuntusu yaşanan zaman müəllim ilk olaraq qayda tərtib etmir. İlk olaraq şagirdlə fərdi söhbət edir. Lazım gəlsə valideynlə də söhbət edir. Yəni valideyni də bu müzakirəyə dəvət edir. Şagirdin özü ilə fərdi formada bu məsələni aydınlaşdırır. Yəni ilk edəcəyimiz iş budur ki, səbəbini araşdıraq bunun. Sonra əgər şagird bunları məsələn valideyni ilə danışırıq, psixoloqa müraciət edirik, görürük ki, şagird üçün elə bir faydası olmur, o zaman qayda tərtib etmək olar. Amma ilk addımda qayda tərtib edək, bu yanlış yanaşmadır. Yəni biz çalışmalıyıq ki, şagirdlə fərdi söhbət edək, onun valideyninə danışaq və s. Bir doğru, 4 yanlış. Deməli biz götürdük cavab olaraq E variantını. Gəlin baxaq növbəti suala. Yəni 5-ci sual. Böyüdə istəyirsiniz bunu. Müəllim şagirdlərə qısa bir hekayəni səsləndirir. Şagirdlər dinlədikdən sonra hekayənin əsas ideyasını şifahi şəkildə izah edir və daha sonra həmin hekayənin davamını yazılı formada tamamlayırlar. Tapşırıq inteqrasiyanın hansı növünü özündə əks etdirir? Yaxşı yadıma düşdü. Mən başlayanda deyəsən demədim. Bu ibtidai sinif müəllimləri üçün hazırladığımız 10 suallıq sınavdır ha. Yəni metodika üzrə 10 suallıq sınaq, hansı ki, indi izah edirəm. Bu, ibtidai sinif müəllimləri üçün hazırladığım sınaqdır. İndi baxırıq. Müəllim qısa bir hekayəni səsləndirir. Şagirdlər dinləyir. Birinci məzmun xətti, dinləyib anlama. Sonra şagirdlər hekayənin əsas ideyasını şifahi şəkildə izah edir. Şagirdlər izah edir şifahi şəkildə. Daha sonra həmin hekayənin davamını yazılı formada yazırlar. Yazılı formada biz üçüncü məzmun xətti kimi dəyərləndiririk. Çünki bilirsiniz, ikinci oxudu, üçüncü yazıdır. Bu da yazı məzmun xətti. Burada həm birinci məzmun xətti var, həm üçüncü məzmun xətti var. Yəni bunlar bariz olaraq görünür. Üstəgəl şifahi danışıq var, danışma var. Bu eyni fən daxilində, yəni Azərbaycan dilinin daxilində
müxtəlif məzmun xəttlərinin əlaqəsidir və eyni sinifdə baş tutur. Baxın, eyni sinif, eyni fənn. Söhbət nədən gedir? Fəndaxili üfüqi inteqrasiyada. Müəllim, niyə belə götürdünüz? Üfüqi inteqrasiya müxtəlif məzmun xəttlərinin əlaqələnməsidir. Keçək növbəti 6-cı suala. Təsvir olunan iş üsullarını müəyyən edin. Müəllim şagirdlərə deyir: düşünün ki, zəlzələ baş verir. Siz evdəsiz. Belə bir vəziyyətdə nə edərsiniz? Deyə real hadisəni əks etdirən sual verir. Şagirdlər fikirlərini bildirir və əsaslandırırlar. Real hadisəni əks etdirən bu insidentdə adətən belə suallar olur və ya bundan da fərqli olur. İndi bu təbii ki, bəsit versiyasıdır. Amma real hadisə əks olunursa, real hadisədə həll yolları tapılırsa, insident deyirik. Bu üsulda mətn hissələrə bölünür və hər qrupa mətnin bir hissəsi üzərində iş aparmaq tapşırılır. Bu üsul şagirdlərdə dinləyib anlama, oxuyub anlamanı formalaşdırır. Təbii ki, mətn hissələrə bölünürsə, buna biz ziqzaq deyirik. Deməli, insident və ziqzaq cavab oldu. D variantı. D. 7-ci sual. Gəlin baxaq. Özüm də bilmirəm Hüseyn niyə. Başımın tüstüsü çəkilir göyə. Torpaq manasız qalmasın deyə torpağın qoynuna köçürəm. Hətta sual verib burada. Torpağın qoynuna köçür analar. Hə, intonasiyada burada sual var. Diqqət etmək lazımdır. İndi yaxşı. Gəlin baxaq. Verilmiş şeir parçasının ən təsirli misrasını müəyyən et. Əslində burada şeir və şeirin səsləndirilməsi şərt deyil ha. Biz bunu necə belə deyək, səsləndirdik. Önəmli olan tapşırığa baxın. Ən təsirli misrasını müəyyən et. Biz bu zaman nə edirik? Ən təsirli olanı, daha təsirli olanı tapmaq üçün təhlil edirik. Burada təhlil var. Və hansı təfəkkürdür? Belə bir sualda biz analiz edəcəyik. Tənqidi təfəkkür var. Təhlil, analiz, tənqidi. Hansı bilikdir? Mahiyyətini dərk etməliyik biz. Anlamalıyıq onu ki, biz təhlil edək. Mahiyyəti dərk etməkdə konseptual bilik. Konsept. Mahiyyəti dərk etdik, konseptual bilik. Amma burada məsələn desəydik ki, ideyanı müəyyənləşdir, anlamaq deyərdik. Amma ən təsirli olan müəyyənləşdir dediyi üçün təhlil götürdük. Təhlil, tənqidi, konseptual. İndi hardadır bu? Gəlin baxaq. Təhlil, tənqidi. Cavab E variantı, müəllimlər. E. Növbəti sual. Valideyn müəllimlə əlaqə saxlayaraq işimdən dolayı məktəbə gələ bilmirəm. İclaslarda iştirak edə bilmirəm. Xahiş edirəm ki, məni nəzərə alasınız deyir. Bunu anlayışla qarşılayan müəllim nə edə bilər? Təbii ki, belə bir hal ola bilər. Biz empatiya göstərməliyik, anlayışla qarşılamalıyıq və nə etməliyik belə halda? Valideynə şagirdin irəliləşi haqqında məlumat göndərə bilərik. Normal haldır. Bunu valideyn bizə deyə bilər. Məsələn, belə deyir, xəbərdarlıq göndər, doğru deyil. Adı deyir, şikayət elə. Adam gəlib bizdən xahiş edir, empatiya göstərməliyik də, işi ilə bağlı gələ bilmir. Salamlama məktubu deyir. Salamlama məktubunun mənası yoxdur. Salamlama məktubu tədris ilinin əvvəlində olur. İl ərzində adam gələ bilməyəcək. İşi vardı. Salamlama məktubunun burada nə mənası var? Və yaxşı qiymət yazmağın nə mənası var? Ən gözəl yol mütəmadi olaraq şagirdin irəliləşi ilə bağlı məlumatları valideynə göndərmək. İndi gəlin bunu kiçildək baxaq. Baxın, bəzən E variantını görə bilmirik, o da mənlik deyil, ha müəllimlər. Sual böyük olanda görmək olmur. Dərs prosesində şagird müəllimə sual verir. Lakin bu sual hazırda keçilən mövzuya aid deyil və müəllim buna görə həmin sualın cavabını həmin an vermir. Şagirdə bu sualla bağlı geri dönüş edəcəyini bildirir. Müəllimin bu cavabı barədə deyilən fikirlərdən hansı doğrudur? Gəlin baxaq. Qeyd edim ki, müəllimlər, özünüz böyüdə bilərsiniz, yəni burada ekranı böyüdüb daha rahat görə bilərsiniz. Analiz edək. İlk növbədə mən deyim, müəllimin hərəkəti doğrudurmu? Bəli, tamamilə razıyıq. Müəllim deyir ki, növbəti, yəni geri dönüş edəcəm başqa digər dərslərdə. Axı, burada belə bir nüans var. Lakin bu sual hazırda keçilən mövzuya aid deyil. Belə olduqda vacib deyil ki, müəllim həmin suala həmin an cavab versin. Müəllim deyir ki, bu sualla bağlı geri dönüş edəcəm sənə. Yəni doğru bir yanaşma idi. Burada hər hansı bir kobudluq yoxdur. İndi gəlin baxaq görək hansı doğrudur.
Ə, Müəllim şagirdə belə bir cavab verməklə sağlam mənəvi psixoloji mühiti pozmuş olur. Tamamilə yanlışdır. Müəllim deyir, geri dönüş edəcəm də. Demir ki, sənin sualına cavab verməyəcəm. Geri dönüş edəcəm. Şagird müəllimin cavabından sonra məyus olaraq qapalı düşüncə tərzinə keçid edə bilər. Müəllim geri dönüş edəcəm deyir. Niyə qapalı düşüncəyə keçsin? Müəllim bu cavabı ilə şagirdin öyrənmə imkanlarını məhdudlaşdırmış olur ki, bu da öz növbəsində şagird nailiyyətlərinə mənfi təsir göstərəcək. Təbii ki, razı deyilik. Öyrənməni məhdudlaşdıran hər hansı bir amil yoxdur burada. Müəllim sualın cavabını siniflə birgə müzakirə edərək daha effektiv öyrənmə mühiti qura bilər. Əziz müəllimlər, sual hazırda keçirilən mövzu ilə əlaqəli deyil. Müəllim niyə görə bunu müzakirə mövzusu etsin? Axı proses bölünür. Verilən sual hazırki mövzu ilə əlaqəli olmadığı üçün müəllimin həmin sualın cavabını müəyyən vaxtda təxirə salmağı normaldır. Tam razıyıq. Deyirik, bəli, bu doğrudur. Müəyyən müddətə kimi təxirə sala bilər. Adam deyib geri dönüş edəcəm də. Gəlin baxaq 10-cu və sonuncu sualımıza. Müəllim bu il yeni sinifə daxil olacaq. O dərs ilinin başlamağına bir neçə gün qalmış valideynlərə məktub göndərərək özü və gələcək təlim prosesi haqqında onlara məlumat verir. Müəllimin məqsədini müəyyən edin. Pedaqoji prosesin tamlığını təmin etmək, şagirdləri informativ qiymətləndirmək, informativ nədir üzrü sayın? Formativ qiymətləndirmə, informativ hardan gəldi ağlıma? Baxın, ilk növbədə biz tamlıqdır, formativdir, bunları çıxırıq sıradan. O dərs ilinin başlanmağına bir neçə gün qalmış valideynlərə məktub göndərir. Onlara məlumat verir. Bu, valideynlərlə effektiv münasibət yaratmaq üçün bir yoldur. Yəni müəllimin məqsədi nədir? Əgər valideynlərə məktub göndərib, tədris ilə bağlı müəyyən məlumatlar verirsə, özü haqqında məlumat verirsə, effektiv münasibət yaratmaq. C variantı. Şagirdlə əks əlaqə deyil, sosial emosiyona aid etmirik. Cavab qaldı C. Belə. Sualların izahı yekunlaşdı, əziz müəllimlər. İnşallah növbəti sınaqların izahında görüşərik və qeyd edim ki, bu sınaq ayrıca olaraq 10 suallıq halında tətbiqə yerləşdiriləcək. Tətbiqdə sınaqlar bölməsində ümumi sınaqlar ictimai var. Belə bir kateqoriya var. Oraya əlavə olunacaq, rahatlıqla daxil olub işləyə bilərsiniz. Özünüzdən müğayət olun, sağ olun.